Salam. Bu 7-ci dərsimiz robotun ayaqları, motorlar və L298N dərsidir. İndi robotumuzu hərəkətə gətirmək vaxtıdır. Motorları qoşub təkərləri fırladacağıq. Gördüyünüz kimi ilk öncə pinlərimizi təyin etmişik, daxil etmişik. 6 ədəd pinimiz var. L298N driverin əsası olaraq 6 ədəd pinimiz var, Arduino pinimiz. Arduino üzərində pinləri quraşdırdıqdan sonra siz kodu tuta bilərsiniz. Kodumuzda gördüyünüz kimi setup bölməsində və ilk öncə əvvəlki dərsdə dediyim kimi 2 ədəd hissə var. Setup hissəsi və loop hissəsi. Setup hissəsində biz pinlərimizi təyin edirik. Gördüyünüz kimi hər bir pin təyin olunub, yəni hazırlanıb, setup olunub. Və burada da təhlükəsizlik üçün ilk öncə, yəni kod başlamamışdan əvvəl stopqar funksiyası işə düşür. Bu nə üçündür? Yəni kod yüklənən zaman və yaxud da pinlər setup olan zaman maşın hərəkət eləməsin, yəni. Təhlükəsizlik üçün. Və loop hissəsində siz gördüyünüz kimi bəzi funksiyalar var. İrəli funksiyası, dayanmaq funksiyası, arxaya getmək funksiyası və dayanmaq funksiyası. Mən burada sadə bir məntiq qurmuşam. Yəni maşın qabağa getsin, arxaya getsin, qabağa getsin, dayansın, arxaya gəlsin, dayansın. Bu qədər. Yəni bu davamlı olaraq gedir. Və burada gördüyünüz kimi delay var. Delay nədir? Məsələn, deyək ki, mən istəyirəm ki, qabağa yarım saniyə getsin. Mən yarım saniyə qoymuşam burada. Sizdəki dərsdəki kodda 1 saniyədir. Siz istədiyiniz cümlə dəyişə bilərsiniz. Səfər temposu 2 saniyədir. Məndə çünki 2 saniyə qabağa gedəndə soldan aşağı düşür. Ona görə yarım saniyə qoymuşam. Stopqar funksiyası, yəni dayanmaq funksiyası 1 saniyə, arxaya gəlmək funksiyası yarım saniyə, dayanmaq funksiyası yəni 1 saniyə. Yəni bu davamlı olaraq gedir, yəni mən dayandırana qədər kodu davamlı olaraq gedir. Qabağa gedir, dayanır, arxaya gedir, dayanır və yenidən qabağa gedir, dayanır, arxaya gedir, dayanır, davamlı olaraq mən bunu dayandırana qədər. Və burada köməkçi funksiyalardır. Gördüyünüz kimi burada move forward eynidir, yəni qabağa getmə funksiyası mən burada təyin eləmişəm. Yəni mən burada funksiya kimi istifadə eləmişəm bunu. Çünki niyə? Mən məsələn bu loopun içində hər dəfə bunu yazmalıyam, yəni qabağa getmək istəyirəmsə bunu yazmalıyam hər dəfə təkrardan. Üzr istəyirəm, bunun hamısını yazmalıyam. Yəni bunun hamısını təkrar yazmamaq üçün sadəcə bir funksiya yaradıram və funksiyanı çağırıram burada dövrün içində və mənə bu yetərli olur ki, mənim maşın qabağa getsin. Və bütün hərəkətlər üçün gördüyünüz kimi funksiyalar var, yəni arxaya getmək və dayanmaq. Yəni bu da çox sadə bir məntiq var burada. NA, MB pinləri burada yəni sürət təyin edirsiniz. Sürət 0 ilə 255 arasında təyin edə bilərsiniz. Və burada əsas məntiq budur. Yəni M1 pininə baxsanız, M1 nədir? M1 8-ci pindir. Yəni mən burada high verəndə M1 pininə Arduino yəni yüksək dəyər göndərir, yəni yüksək dəyərdiyində 1 göndərir, low verəndə 0. Bu o deməkdir ki, yəni qabağa getsin. Bu hissədə də yəni sağ təkər qabağa getsin, burada da sağ təkər qabağa getsin deməkdir. High low olanda. Low high olanlara tərsinə, yəni sol təkər qabağa, sol təkər geriyə, sağ təkər geriyə, yəni eyni məntiq. Məsələn bu yəni sağ sol olanda da yəni sağa dönmə, sola dönmə, onu da yerdən birinin yerini dəyişsiniz, onu tutmuş olursunuz söhbət. Gəlin maşını yoxlayaq. Mən kameranı açacağam, orada görəcəksiniz. Birləşdirirəm kameranı. Mən bu tankdan istifadə etmişəm. Tankın üzərində bir ədəd driver, Arduino və batareya var. Gəlin ilk öncə qollaşdıraq. Kabelimizi Arduino'ya taxırıq. Gördüyünüz kimi Arduino'muz seçildi avtomatik olaraq. Porta dəqiq kodumuzu. Kod yükləndi, downloading. Bundan sonra kabeli ayıra bilərik. Və bundan sonra ondan vaxtsa biz batareyanı birləşdirirsək, yəni batareyanı birləşdirişində diqqətli olun, plus-minusdan, yəni həmişə bunu nəzarət edin, müəllimlər buna nəzarət etsin, çünki batareya şişə bilər. Gəlin qoşuq.
Gördüğünüz kimi yazdığımız kod əsasında davamlı olaraq maşın qabağa arxaya gedir. Siz bunu dəyişərək sağa sola hərəkətlər edə bilərsiniz. Bu da sizin bir tapşırıq olsun. Yəni dəyişin ki, qabağa getsin, sola dönsün, qabağa getsin, sola dönsün, qabağa getsin, sola dönsün. Bu video dərsimiz bu qədər. İzlədiyiniz üçün sağ olun.